Canana, belə bir şey eşitmişəm ki, sənə evlilik təklif olub və həmin şəxs əməkdar artist eşitdiyimə görə imkanı çox gözəldir, özü də yaraşıqlıdır, amma açıqlamaq istəmirsən səbəbini. Mən axı Mətanə İskəndərinin gəliniyəm. Sənə bahalı bir hədiyyə verdilər, avtomobil və arxada bağ da var idi. Yalnız şəxsi həyatım haqqında çox suallar verirsiniz, ancaq heç sənətim haqqında maraqlanmırsınız. Canan xanım, yəni tam səmimi deyim də, istəmirəm incəsiz. Sizin elə bir sənətiniz yoxdur axı, mən bir saat veriş boyu oturum sizin sənətinizdən danışım. Demək, mən sənətim var ki, sizə maraqlıyam da. Sənətə görə dedim, çox xahiş elədilər, ona görə çağırdım əslində, yəni gəlməyə də bilərdiniz, yəni gedə də bilərsiniz. Çox sağ olun hörmətinizə görə. Getmək daha yaxşı idi. Vaxtımı sizə çox sərf elədim. Problem yox. Təşəkkür edirəm. Yəni